Yani isyan etmemek için kendimi zor tutuyorum. Aklımdan irademin sınırlarını zorlayan deli düşünceler geçiyor. Ama onlara benzemeyeceğim. Eğer bu doğruyla yanlışın kavgasıysa, ki bence öyle, ben kendi doğrumdan ilerleyeceğim. Bəli, dünya yaranandan dünyada xeyir və şər arasında mübarizə gedibdir və bu mübarizədə də hər kəs bir tərəf tutmalıdır. Tərəfsiz qalanların ucbatından xeyir çox vaxtı uduzur, amma yenə də pəs etmir və xeyrin və şərin mübarizəsi də Zərdüşt dinində daha çox əks olunub və bu günlərdə onun ilk çərçənbəsini, su çərçənbəsini qeyd etdik. Bütün dinlər elə ki, miflər, əfsanələr əsasında yaranıbdır və simvollardır. Yəni, simvolik əhəmiyyəti var və hər dinin gözəl bir cəhətləri olduğu kimi Zərdüşt dinində ən gözəl cəhəti odur ki, xeyirli düşün, xeyirli danış, xeyirli hərəkət etdi. Yəni, 3 dənə xeyir sözü var və Zərdüşt dini göstərir ki, heç vaxt məyus olmayın, çünki dünya həmişə xeyirlə şərin mübarizəsi üzərində qurulubdur. Dünyanın hazırki dövrü də bunun bir daha əyani sübutudur. Və bu mübarizədə mən yol gedəndə, mən çox insanları, yəni müxalifət sandım. Amma sonra 2018-19-da sanmayanda, hətta onlar bizə, bəzi insanlar var idi ki, yalan danışın deyirdilər. Yəni, tutaq ki, məni polisə aparıblarsa, orada mənə qarşı heç bir şey eləməyiblər, amma mən çığır bağır salmalıydım ki, məni döyüblər, məni söyüblər. Yaxud mitingdə çıxanda qurcalamalıydım polisi, onlar mənə həbs zad eləməli idilər və bundan şou düzəltməliydim. Yaxud bir nəfər də belə təklif eləmiş, belə bir yazı yazmışdı ki, güya hansısa dövrdə öz maşını ilə kimlərisə aparıb etiraz nümayişi olaraq, amma sonra deyir ki, yalan danışmışam, yəni belə eləməlisiniz. Qurban Məmmədov da belə eləyir. Qurban Məmmədovun Kiril əlifbasından yazan qocaları var, hamını hətta söyəndə. Amma mən dedim ki, yox, əgər biz yalan danışırıqsa, biz çirkablı yolla gediriksə, bizim iqtidardan bir fərqimiz yoxdur və o çirkablı yolda gedən bir gün o çirkabın içinə batacaq, iqtidar istifadə edəcək. Amma iqtidar istifadə edəndə də, səni vuranda da, elə sənin getdiyin yalanlarla, çirkabla sən şikayət etməməlisən. Və ya o cür olmalısan, ya da ki, yaradılışına xəyanət etməyəndə, nə qədər çətin olsa da öz yolunu gedəndə, yaradan, yaxud qoruyan səni qoruyur. Həm də ki, şərəfli məğlubiyyət, şərəfsiz qələbədən, hansı ki ona qələbə də demək olmaz, daha önəmli və üstündür.